Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə qəza Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Hyundai və Opel markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Ötən sutq ərzində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttindən Bakı şəhərində liftə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq kömək göstərilib.